то он может быть даже совершенно нормотипичным ребенком. Просто дети иногда кусаются. Это Почему? считается Эгер 2 yaşında трехлетним uşaq- синдромом. Это мы, да. Нет, смотрите, просто маленький ребенок, он не понимает, как ему выражаться, он Məsəl может üçün normal кусаться. uşaqlar da bağçada 2-3 Bəli, əgər yaşında uşaq- uşaqlar bir-birini dişləyə bilərlər. Bəli, Burada deyir bir ki, problem, burada əsas simptom yaşdan yoxdur. çox şey asılıdır. 2 yaşında uşağın dişləməsini biz normal sayırıq. Çünki 2 3 yaş yaşında normal sindromu uşaqlar deyilən bir da şey var. öz Bizləri emosiyaları- ilan boğan vaxtı uşaq Bəli. başa düşmür. Çünki nitqələ olmayıb. Ona görə o öz Eynən, aqressiyasını bəli. dişləməklə, itələməklə. Bu hələ autizm yox. Mən məktəbi nəzərdə Нет, tuturam. смотрите, у двухлетнего ребенка это пока еще не агрессия. 2 yaşında и- uşaqda bu да. artıq aqressiya deyil. Я имею в виду в школе. Должна остановить, в школе, вот. да. Правильно. Чем старше ребенок, если ребенок не усвоил, так сказать, что кусаться нельзя, Artıq o qaydaları mənimsəməyibsə ki, dişləmək olmaz, то artıq böyük yaşda söhbət надо gedir. посмотреть правде в глаза и сказать, что этот Artıq ребенок həqiqətin опасен для gözünə baxmaq окружающих. lazımdır ki, bu uşaq artıq ətraf üçün təhlükəlidir. То есть либо его кто-то должен контролировать, Ya nəzarət eləməlidirlər bu uşağı, nəzarətdə либо saxlamalıdırlar. он не должен находиться, скажем, вместе с теми детьми, кого он может повредить. Ya da o həmin uşaqlarla bir eyni əhatədə olmamalıdır ki, onların Olaraq. təhlükəsizliyinə görə. Вот. Все, что мы видели, скажем так, посадить такого вот агрессивного ребенка с обычными детьми, это никому не помогает. Это только наносит вред. Normal uşaq, belə deyim, autistik, aqressiv bu cür uşaqların normal uşaqlarla bir əhatədə olmasının yaxşı heç bir tərəfi yoxdur, əksinə digər uşaqlara zərərlidir. Mən düşünürəm ki, bu günləri Yusifə xanımın verdiyi cavab bir sıra dırnaqarası peşəkarlar üçün böyük bir zərbə olmalıdır. Ona görə ki, həqiqətən də o uşaqların